Bismillahirrahmanirrahim və bihi nəstəin və sallallahu ala seyyidina Muhammed və alihi tahirin. Selamun aleykum, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bəhsimiz axirət aləmi verilişində insanın günahlarını bağışlatdıran amillər haqqında idi. Biz keçən verilişdə işarə elədik. Müsəlman olub iman gətirmək, Allah yolunda şəhadət məqamına çatmaq və həmçinin tövbə etmək insanın günahlarının bağışlanmağına səbəb olur. Bunların kənarında digər əməllər də vardır ki, insanın günahlarının bağışlanmağına səbəb olur. Onlardan biri şəfaətdir. Əgər insanlar imanlarını qoruyub saxlayarsa və bacardığı qədərlərində Allah müqabilində olan dini vəzifələrini əməl edərlərsə, əziz Peyğəmbərimizin, Qur'an-ı Kərimin, Əhl-i Beyt imamlarının şəfaəti onların halına şamil ola bilər. Lakin biz şəfaət haqqında gələn verilişlərdə ətraflı bəhs etmək istədiyimiz üçün mən bu barədə indi danışmıram. Amma bu qədər bilək ki, şəfaət də, əgər insanın halına şəfaət şamil olarsa, belə bir insanın da etdiyi günahlar bağışlanar. Amma şəfaət barəsində inşallah biz ətraflı bəhs edəcəyik. Digər bir əməl ki, səbəb olur insanın etdiyi digər günahlar bağışlansın, böyük günahlardan qorunmaqdır. Baxın, əxlaq elmində və Quran ayələrinə əsasən günah iki dəstəyə bölünmüşdür. Bir sıra günahlar vardır ki, günahan-ı kəbirə deyirlər, böyük günahlar deyirlər. Bir sıra günahlar da var ki, günahan-ı səğirə, kiçik günahlardır. Günahlar hamısı Allahın müqabilində isyan hesab olunduğu üçün bütün günahların hamısı böyükdür. Bu baxımdan böyük, kiçiyi yoxdur. Amma günahların özünü bir-biri ilə müqayisə edəndə bir sıra günahlar böyük və bir sıra günahlar kiçikdir. Əgər insan edə bilərsə, bacararsa, özünü böyük günahlardan qorusun, Allah Taala onun etdiyi kiçik günahları bağışlayar. Əlbəttə, böyük günahların meyarı və ölçüsü nədən ibarətdir? Böyük günahlar hansılardır? Neçə dənədir? Bu barədə alimlər arasında ixtilaf vardı. Bu barədə mən deyərdim, mənə elə gəlir, Azərbaycan dilinə də tərcümə olunub. Günahan-ı kəbirə, böyük günahlar, Dəsti-Qeybin, Ayətullah Dəsti-Qeybin Böyük Günahlar adlı bir kitabı vardır. Çox dəyərli bir kitabdır. Bu kitaba müraciət etsəniz, böyük günahların neçə olmağını, böyük günahların meyarını, ölçüsü nədən ibarətdir, geniş məlumat əldə edə bilərsiniz. Mənim sözüm budur ki, Quran ayələrinə əsasən, əgər insanlar böyük günahlardan qorunarlarsa, Allah Taala belə bir insanların kiçik günahlarını bağışlayar. Quran-ı Kərimdə bir ayə var. Allah Taala buyurur ki: "İn tectenibu kebaira ma tunhavna anhu nukaffir ankum seyyiatikum və nudkhilkum mudkhalan kerima." Ey insanlar, əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, buyurur ki, nukaffirənkum seyyiatikum. Biz sizin o kiçik günahlarınızı bağışlayarıq. Nukaffirənkum seyyiatikum və nudkhilkum mudkhalan kerima. Və biz sizi qiyamət gündə o kəramətli bir yerə, ali, cənnətdə olan o ali məqamlara daxil edərik. Yəni, insan bacardığı qədərində ən azından çalışsın, o böyük günahlardan qorunsun. Böyük günahları mən bir neçəsinə işarə edirəm. Mömin insanı öldürmək, böhtan atmaq, qeybət eləmək, zina eləmək, şərab içmək, namazı tərk eləmək. Bunlar ən azından bütün alimlər tərəfindən qəbul olunur ki, bunlar böyük günahlardır. Bu kimi böyük günahlardan insan özünü qoruyarsa, Allah Taala buyurur ki, biz onun kiçik günahlarını bağışlayarıq və onu cənnətə, kəramətli bir yerə daxil edərik. Əlbəttə, bu sözün mənası bu deyil. Mən bunu xüsusi olaraq vurğulayıram. Bu sözün mənası bu deyil, biz kiçik günahlara laqeyd olaq. Elə harda gəldi kiçik günahları biz edək, deyək ki, kiçik günahları mən edirəm, Allah Taala böyük günahlardan çəkindiyim üçün Allah Taala bu günahları mənə bağışlayacaq. Xeyr, bizim vəzifəmiz bütün günahlardan çəkinməkdir. O ki buyurulur, kiçik günahları Allah Taala bağışlayar, böyük günahları etməsəniz,
O təsadüfən insan qəflətdə olur, nəfsə allanır, şeytanın vəsvəsəsinə allanır. Tək-tük həyatında bu kimi günahları baş verir, Allah Teala onları bağışlayır. Amma mən elə bu qəsdən ki, mən ancaq və ancaq böyük günahlardan çəkinəcəm, heç bir kiçik günahlardan çəkinməyəcəm, bütün kiçik günahları əmələ getirəcəm, həyata keçirdəcəm, xeyr, bu düzgün deyil. Bunu mən hədislər əsasında deyirəm. Bir hədisdə vardır, İmam Sadiq əleyhissalamdan da hədis buyurur ki, la səğirətə mə'al israr. Ümumiyyətlə, insan təkrar şəkildə kiçik günahlarda həyata keçirərsə, bu elə özü böyük günahdır. Baxın, elə böyük günahlardan birini İmam Sadiq əleyhissalam buyurur. Əgər insan kiçik bir günahı ardıcıl olaraq, israrlı şəkildə həyata keçirdərsə, bu özü də böyük günah olur. Başqa bir hədisdə ən əmiril müminin əleyhissalam əşəddüz zunubu ma istəxəffə bihi sahibuhu. Əleyhissalam buyurur ki, elə biz ki, kiçik günahları yüngül hesab edirik ya, ən böyük günahlardan da biri, ən şiddətli günahlardan da biri budur ki, insan o etdiyi günahı yüngül hesab eləsin. Baxın, mən işarə elədim, böyük günah, kiçik günah, günahları bir-birləri ilə müqayisə edəndə ələ gəlir. Amma bizim vəzifəmiz budur ki, bütün günahlardan çəkinək, hətta o kiçik günahlardan da. Kiçik günahları əgər biz yüngül hesab etsək, bu özü də olur böyük günahlar. Bəs məlum olur ki, biz böyük günahlardan çəkinməmiş hesab olunuruq. İmam Rıza əleyhissalamdan da gözəl bir hədis vardı. Əgər biz kiçik günahlardan uzaq olmasaq, böyük günahlardan da uzaq olmarıq. Çox gözəl bir hədisdir. Buyur ki, əs-səğairu minəz-zunub turuqun iləl-kəbair. Kiçik günahlar özü böyük günaha aparan yollardan ibarətdir. Və mən ləm yəxəfillahə fil qəlil, ləm yəxəffu fil kəsir. Əgər insan az günahlarda, o kiçik günahlarda Allahdan qorxmazsa, belə bir insan elə böyük günahlarda da Allahdan qorxmaz. Bəs buna əsasən bizim vəzifəmiz budur ki, həm böyük, həm kiçik günahlardan uzaq olaq, amma bəzən insanıq, günah edirik, kiçik günahlar. Allah Teala o böyük günahlardan çəkindiyimiz üçün bizim kiçik günahlarımızı da bağışlayar. Bu da bir amil idi ki, insan gərək səy eləsin, çalışsın, ən azından böyük günahlardan qorunsun, böyük günahlardan bizi qorunsun, Allah Teala bizim kiçik günahlarımızı da bağışlayar. Digər bir amil ki, səbəb olur Allah Teala insanın günahlarını bağışlasın, o qocadır. Qocalıq özü bəzən səbəb olur ki, Allah Teala insanın günahını bağışlasın. Çünki Allah Teala özü əmr edir və Peyğəmbərə, imamlara deyir ki, bizlərə çatdırsın ki, vəqqiru kibarakum, öz böyüklərinizə hörmət edin. Allah Teala da o böyük insanların, o yaşlarına xatir onların bəzi günahlarından keçir. Digər bir amil ki, səbəb olur Allah Teala insanın günahlarını bağışlasın, həyatda bizim başımıza gələn müsibətlər, bəlalar, xəstəliklər və bu kimi xoşa gəlməz hadisələrdir ki, Allah Teala bizim günahlarımızı bu vasitələrlə nə eləyir? Bağışlayır. Əziz Peyğəmbərimiz günlərin birində gəlir Həzrəti Salman xəstə olduğu halda onun görüşünə gəlir, onu yoxlamaq məqsədi ilə. Əziz Peyğəmbərimiz buyurur ki, ya Salman, Allah Teala əgər bir nəfəri xəstə edərsə, xəstəliyi bir bəla olaraq bir mömin insana göndərərsə, həqiqətdə bu xəstəlikdə 3 dənə neymət vardır, 3 dənə imtiyaz vardır. Onlardan biri budur ki, əntə minəllahi təbarəkə və təalə bi zikrin. Nə qədər ki, xəstəsən, Allahın xüsusi inayəti var sənə. Allahın rəhmət nəzərinin altında olursan. Allah səni unutmur. Allah tərəfindən bir bəla gəlib, bir xəstəlik gəlib, bir müsibət gəlibsə, nə qədər ki, bu müsibət halındasan, Allah Teala'nın sənə xüsusi inayəti vardır. İkincisi, duauka fiha müstəcab. Əgər bir nəfər xəstədirsə, bilsin ki, xəstə olan halında onun duası müstəcabdır. Ona görə bizə deyiblər ki, bir xəstənin yanına gedəndə o xəstədən istəyin ki, sizin üçün sizin haqqınızda dua eləsin. Hətta bir hədisdə vardı ki, duaul məriz, o xəstə insanın duası kə duail məlaikə. Xəstə olan insanın etdiyi dua mələklərin duası kimi müstəcabdır. Bu da xəstəliyin ikinci xüsusiyyəti, amma bizim mövzumuza aid olan hissəsi bundan ibarətdir. Buyur ki, vəla tədəul illətü əleykə zəmbən illa həttəthu. Deyir ki, xəstəlik halında Allah Teala elə bir sənin günahı qoymaz,
Məgərin ki, xəstə halında bütün günahların hamısını yuyub aradan qaldırar, aradan aparar. Bəli, bir cəhətdən narahatçılıq var, xoşa gəlməzdir, insanın təbiəti ilə uyğun deyil, qızma halında, ağrı halında. Amma eyni zamanda bunun müsbət cəhətlərinə də baxaq. İmam Səccad əleyhissalamın dualarından birində Səhifə-i Səccadiyyədə İmam Səccad əleyhissalam buyurur ki, ilahi, mən bilmirəm, xəstə olduğum üçün sənə çox şükür eləyim, yoxsa sağlam olduğu üçün. Hər ikisini nemət bilir, sağlamlığı da nemət bilir və xəstələnməyi də. Biz də bu xəstəliklərə, bu bəlalara, bu müsibətlərə bu baxışdan bir nəzər salaq, bu surətdə onları da biz nemət bilərik. Ümumiyyətlə hədislərə əsasən bəlalar insanı bütün günahlardan paçlaşdırar. Bir hədis var, Əbdullah ibn Yəhyə adında bir şəxsdir. Əmirəl-Mömin əleyhissalamın xüsusi dostlarından idi və İmam əleyhissalamın ona xüsusi bir hörməti də var idi. Günlərin birində gəlir, əleyhissalamla görüşür, hal-əhval eləyir. Bir, deyək ki, indiki dilinlə desə, stulun üstündə oturur. O stul biraz sınıq olduğu üçün, biraz əyri olduğu üçün həmin şəxs Əbdullah ibn Yəhyə yıxılır, başı dəyir bir daş parçasına və başından qan gəlməyə başlayır, yəni başından qan gəlir. Əli əleyhissalam yaxınlaşır və buna deyir ki, bilirsən bu hadisə sənin başına nə üçün gəldi? Deyir ki, ya əmirəl-mömin, xeyr, bilmirəm. Deyir ki, səbəbi bundan ibarət edir, sən oturmaq istəyəndə Bismillah demədin, Allahı zikr eləməyi unuttun. Əlbəttə, Bismillah demək oturanda, duranda vacib deyil, ha. Amma imam buyurur ki, sən mənim yanımda elə bir məqama maliksən ki, gərək bu cüz'i şeylərə də diqqət edəsən. Oturanda da Allahı yad elə, duranda da Allahı yad edə, bütün halında gərək sən Allahı yad edəsən. Bunu deyəndən sonra imam buyurdu ki, Elhamdülillahilləzi cəalə təmhisə zünubi şiətinə fid-dünya bimihənihim. Həmd məxsusdur o Allaha ki, Allah Taala bizim şiələrimizin günahlarını həqiqətdə dünyada onlara gətirdiyi müsibət vasitəsilə onları paçlaşdırır. Yəni bizim şiələrimiz, bizə iman gətirənlər, o həqiqi möminlər diqqət eləsinlər bu məsələ. Əgər hər hansı bir əzaba, bəlaya, müsibətə, xəstəliyə giriftar olsalar, narahat olmasınlar. Həqiqətdə bunlar insanın bu dünyada günahlarının bağışlanmasına səbəb olar. Bir ayə var Qur'an-ı Kərimdə, Allah Teala o ayədə belə buyurur ki, mən yə'məl su'ən yuczə bihi. Bu ayə nazil olanda hər kəs bir əməl eləsə, pis əməl eləsə, Allah Teala birbaşa onu eləyəcək, cəzalandıracaq. Bu ayə nazil olanda səhabələr çox narahat oldular. Deyirlər ki, vay olsun bizim halımıza, bundan sonra hər bir pis əməl edəndə Allah bizi cəzalandıracaq. Əziz Peyğəmbərimiz buyurdu ki, əmə təbtəlunə fi əmvalikum və ənfusikum və zəraririkum. Siz heç həyatınızda, öz mallarınızda, öz, necə deyərlər, canınızda, öz övladlarınızda bir çatışmayan cəhət görmürsünüz. Yəni, öz canınıza, övladınıza, malınıza biz bəla gəlməyib, xoşa gəlməz hadisə baş verməyib. Onlar dedilər ki, bəli, ya Rəsulallah. Bunu deyəndən sonra əziz Peyğəmbərimiz buyurdu ki, Hâzâ mimma yaktubullahu lakum bihil həsənat və yəmhu bihis səyyat. Bunlar, bu bəlalar, bu çatışmayan cəhətdə, bu müsibətlər o şeylərdir ki, Allah Teala bunun vasitəsilə sizə savab yazır və etdiyiniz günahların hamısını bağışlayır. Bu bəlalar həqiqətdə nemətlərdir. Bura qədər bu neçə verilişdə istədik bəhs edək ki, bir sıra gözəl əməllər vardır ki, insanın keçmişdə etdiyi günahlarının bağışlanmağına səbəb olur. Hamınızı Allaha tapşırıram. Və sallallahu əla seyyidina Muhammed və alihi tahirin.